Alo. Hə, Lətiş? Lətafət xanım, salam, necəsiz? Salam, salam. Yaxşıyam. Bacımın keyfi əladır. Hə? Laf yaxşı. Çox sağ ol, çox sağ ol. Mən də yaxşıyam, çox sağ ol. Alo. Bura bax. Hə, Lətiş? İşini ram elədin özbə? Ay qız, mənə lətafət deyərlər. Necə lazımdır öhdəsindən gələcəm, sən narahat ol. Hə, belədir. Deməli ram eləmişsən özbə. Bəli, bəli, bəli. Özümə ram eləmişəm. Bacarsan sən də elə. Laf yaxşı, laf yaxşı, laf yaxşı. Çox sağ ol, çox sağ ol. Ey Qulam, bura gəl görüm. Buyur. İşləm sən, sözlü deyil. Səhərdə neyinirsən? Ne işlə məşğulsan? Səhərdən deyəndə elə iş, güc, orada, burada. Hər halda nə ilənsə məşğulam da. Birdən oturub kino zada baxarsan ha? Yox, nə kino? Kino xəyirliyəm mən. Özlərim özümə bəsdir. Neynəmisən? Məruz elə görüm, nə iş görmüsən? Hər şey eləmişəm, amma heç nə eləməmişəm. Birdən gedib televizora zada baxarsan ha? Mən də televizora baxmağa hal qaldım. Bax, çox bit cəza verərəm sənə. Fikirdən gecə də yata bilməmişəm. Bura bax. Hay canım. Qayıb əsəbləşib sənə bir söz demir. Ay qızım, qeyrət eləyir. Onun nə ixtiyarına, onun nə həddinə mən bir sözümü ki eləsən. Yoxdur. Bax da ver başına. Dedi, bax mənə lətafət deyirlər. Belədir. Deməli ram eləmişsən özbə. Ay qız, o mənim əmrimə müntəzirdir. Otur deməli otur, dur. Yat. Laf yaxşı. Çox sağ ol, çox sağ ol. İstəməyənin gözü çıxsın. Bax belə. Ay qız, bacarmacan qurbandır. Sənə dedim ki, məruz elə, görüm neynəmsən, neynəməmsən. İncimişəm səndən. Niyə incimisən mən? Niyə incimisən məndən? Sənin haqqın nədir məndən inciyəsən? Ay arvad, eşitdim Həmsini bircə eşitdim. Rəfiqinlə telefonda nə danışırsan, ona nə deyirsən, sonra öz-özünə nə danışırsan, hamısını eşitdim, öyrəndim, bildim. Xəbərim oldu. Bura bax. Demək sən daha iş görmürsən də evdə. Hamısını ərin əlində. Bəli, o mənim 24 saat xidmətimdədir. Bax da ver başına. Sən inanırsan o məndən ancaq bəli, xeyir baş üstə. Laf yaxşı, laf yaxşı. İstəməyənin gözü çıxsın. Çox sağ ol, çox sağ ol. Alo. Ya, gözün aydın olsun. Bu dəqiqə mənə Məhsul müəllimin prodüseri zəng elədi. Məhsul müəllim məni filmə dəvət eləmək istəyir. Bu nə danışır da? Bunun başı xarab olub deyəsən. Amma məndən aktris olacaq. Bu nə deyir? Aktris olmaq nədir? Hə, aktris olacağam mən. Kinoya, verilişə çəkiləcəyəm. Aktris olacaq. Kinoya çəkiləcək. Seriala çəkiləcək. Ha, mütləq. Qoy özümə yer eləyim, səni də dartıb aparacam özümlə. Buna bax, özünə hələ yer eləməyib. Rəfiqəsini də dartıb aparır özündən. İkimiz bir yerdə çəkilərik.
Vay 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 vay. Necədir? Mən başıma nə çarə qılım? Hə. Ha, bax, bax, bax. Buna bax sən Allah. Bunun gülüşünə bax, danışığına bax. Bunun ədasına bax, nazına bax. Vay 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 vay. Daha biz de bundan sonra aktrisa olacağız. Aktrist olacaq. Aktrist olacaq. Yaxşı oldu. Sağ ol. Əşi, gör sənin başına nə oyun gətirirəm. Buna bax. Aktrisa olmaq mənim çoxdan arzum idi. Görək nə olur inşallah. Yaxşı. Göstərirəm sənə. Necə aktrisa olmaq lazımdır. Yaxşı, yaxşı, yaxşı. İndi əlin nə edir? Döşəməni silir, səndən də təmiz silir. Belədir. Nə desəm odur da, bəli, bir kəlmə. Lap yaxşı. Hələ indi gəlib çəkməmdə təmizləyəcək. Vaxtı başı var. Dedi, bax mənə lətafət deyirlər. Bacaramacan qurban. Sən də elədir. Hə, yaxşı, yaxşı. Bax belə. Sağ ol, sağ ol. Tamam, oldu canım, öptüm, elədik. Hə, sağ ol.